Gəldik əsas suallarımızdan birinə. Deyir ki, klasteri cümlə quruluşu ilə bağlı tamamlayan fikri müəyyən edin. Bizim iki şərtimiz var. İki qrammatik əsası var. Deməli, bu mürəkkəb cümlə olmalıdır. Deyir, xəbərlər bir mübtəda ilə əlaqələnir. Maraqlıdır, həmcins xəbərdən söhbət gedir. Belə olanda biz burada tabeli mürəkkəb cümlə axtarmalıyıq. Çünki tabesiz mürəkkəb cümlədə adətən xəbərlərin həmcinsliyinə rast gəlinmir. Ya bu sadə olmalıdır, ya deyək ki, tabesiz mürəkkəb cümlə olmalıdır. Amma tabelidə xəbərlərin həmcins olma şansı var. Belə ki, birbaşa variant üzərindən izah etmək istəyirəm, sonra digərlərinə baxacağıq. Baxın, dəyərli şagirdlər, D variantına. Deyir ki, Rauf çox əlləşdisə də qardaşını yola gətirə bilmədi. Əlləşdi, Rauf, yola gətirə bilmədi, yenə Rauf. Sasə də. Sasə şərt şəklidirmi? Əlləşdi. Yox, şərt şəkli deyil, hissəcikdir. Və özündən sonra nə gəlib? Dadə gəlib. Bilirsiniz ki, bu hissəcik və ya şərt şəkli də ola bilərdi, fərqi yoxdur. Bu isə nədir? Ədaddır. Və belə bir quruluş varsa, bu 100% tabeli mürəkkəb cümlədir. Əlləşdi, yola gətirə bilmədi, Rauf. İki dənə xəbərimizdə bir mübtədadan asılı vəziyyətdədir. Fikir versəniz, uzlaşma əlaqəsi ilə əlaqələnir. Görürsünüzmü? Amma yenə də iki qrammatik əsası var deməkdən çəkinmirik. Çünki həqiqətən belədir. Çünki tabeli mürəkkəb cümlədir axı. Doğru cavab D variantıdır. Bəzən abituriyentlər belə cümlələrdə çaşqınlıq yaşayır və belə cümlələri adətən həmcins xəbərli sadə cümlə götürməyə meyilli olurlar. İndi bu istisnanı yəqin ki, görüb bir növ yadımızda saxlayarıq. İstisna deməyək, bu da bir qaydadır. Sadə cümlə. Taxıl vaxtında yığıldı, xırmanlara daşındı. Yığıldı, daşındı, nə taxıl? Sadə cümlədir. Bunun iki qrammatik əsası varmı? Xeyr. Xanamızın birinci şərtini ümumiyyətlə qarşılamır. Tabeli mürəkkəb cümlə. Cəmilə xəstə olduğu halda bizi gülər üzlə qarşıladı. Burada baxın, xəstə olduğu halda hissəsinə siz ayrıca bir qrammatik əsas deyə bilməzsiniz. Bu tip ifadələr dilçilikdə xüsusiləşmiş üzv adlanır və bunlar ikinci dərəcəli üzvlərlə bağlı olur. Burada da məsələn zəfliklə bağlı. Onu da silirəm. Çünki sadədir. Tabeli mürəkkəb cümlə. Tələsik gəldim ki, üzr istəyirəm, kini özümdən artırdım. Tələsik gəldim səni görüm. Gəldim, görüm. Baxın. Kini də artırıb yenə yoxlaya bilərsiniz. Bu tabeli mürəkkəb cümlədir. Necə yoxlayaq? Di nədir? Şühudi keçmiş və xəbər şəklindədir feilimiz, görüm əmr şəklindədir. Bu cür xəbərlər fərqli şəkillərdədirsə, bu da tabeli mürəkkəb cümlə olması üçün əsas götürə biləcəyimiz bir arqumentdir. Digər tərəfdən, iki qrammatik əsas varmı? Var. Amma mübtəda varmı? İndi deyəcəksən, mən gəldim, mən görüm. Ay müəllim. Amma mübtəda olmayandan sonra mübtədanı biz xəyali qoyub əlaqələndirə bilmərik. Mən olsaydı bu da variant olardı. Yenə tabelisiz mürəkkəb cümlə. Samir gözücü qıza baxdı, onun baxmadığını görüb gözünü çəkdi. Gözünü çəkdi, baxdı. Kim? Samir. Sadə cümlə ümumiyyətlə. Yəni başlıqla nümunə ümumiyyətlə uyğunlaşmır, onu demək istəyirəm.